Mən kitabımı tapım, açım və başlayaq. Kitabımızı bu günlərdə ömrümüzdən bir səfər vərəqləyək. Bilirsiniz, bizim ömrümüz belə keçir də. Bir dəfə də salam aleyküm. Umarım hər kəs bu videoya hər zaman qulaq asırsa, canlı ya sonradan baxırsa, hamısı sağ, salamətsiz. Sizin sağlıq və salamətliyinizi arzuluram. Biraz hızla oxuyayım və oracan ki mümkün hər ləhzə mənə bir iş verələr gedəm, onun üçün başlayayım. Kitabımızın adı Türkçülüyün əsaslarıdır və yazan Ziya Gökalpıdır. 32-ci səhifəni oxuruq. 3-cü sətridən əslində başlayırıq oxumağa. Əski dövrlərin politik və əskər başarıları da xalq arasından çıxmış, adi və oxuma yazma bilməyən paşalar idi. Yenə də o mədəniyyət və kültürü tozih verir. Mədəniyyət nədir, kültür nədir? Bir dəfə də bunu tərif edeyim. Deyir ki, kültür o şeydir ki, millətin içində özü qaynar gələr və mədəniyyət o şeydir ki, bir millətdən o birisi millətlərdə də şərik ola bilər, ya onlarda da davam tapa bilər. Eyni halda mədəniyyət yapmadır, yəni saxtadır, yəni məsnuidir, sünnidir. Amma yəni bir nəfər müdiriyyət elər və onu yaradar. Amma kültürü müdiriyyət eləmək və yaratmaq imkanı yoxdur, fərdilər vasitəsilə. Onun üçün bir ayrı misal vurur, o da yenə ikilərdən, o ərəbcə deyiblər ki, buna sənəviyyət. Bu sənəviyyət İranlılardan gəlir təəssüflə. Hər şey ya düzdür, ya qələtdir. Ya doğrudur, ya doğru deyil. Onun üçün də bunlar farslar, mənzurum bunlar deyəndə farslar, məsələn, fars ya türk, yəni davaları budur. Fars ya türk, fars ya ərəb. Yəni bu onların ikili baxışlarıdır. Farsistanın qabağa getməsi ya o birisi yerlərin qabağa getməsi. Yəni bunlar görə bilməzlər ki, hamımız da gedək. Onun üçün belə bir ikiliklara. İndi o ikiliklardan biri də nədir? Deyir ki, əski zamanlarda əski dövrlərin, yəni əski zamanların, əsli çağların əslində, dövrlərin bir ayrı mənası da olar çağlar. Politik və əskəri başarılar da, politik yəni siyasi, əskəri də yəni ordu, başarıları yəni müvəffəqiyyətləri, işlərində zəfər qazanmaqları da xalq arasından çıxmış, xalqın arasından çıxardı. Adi adamlar və oxuma yazma bilməyən paşalar idi. Deyir, onlar adi adam idilər, elə məmuli adamlar idilər və bunlar oxuma yazma da bilməzdilər. Yəni bu qədər sadə və səmimi bir insanlardan söhbət edir. Daha sonra Raqib Paşa və Səfiyyə İbrahim Paşa kimi Osmanlı eğitimində yüksək bir yer sahibi olanlar hökumətin başına geçincə işlər pozulmağa başladı. Deyir, daha sonralar, yəni çox sonralar, məsələn, minlər il o cürüsü idi savaşlarımız, siyasi görüşlərimiz. Amma sonralar, yəni ehtimalən Osmanlı dövlətdən bir zamanlar, çağlarının bir çağında Raqib Paşa adlı birisi və Səfiyyə İbrahim Paşa kimi Osmanlı eğitimində yüksək bir yer sahibi. Bunlar deyirlər ki, Osmanlı eğitimində, Osmanlının sistemi təlim tərbiyyət. Eğitim amuzişdir farsça. Ərəbcədə təlimdir. Bunların ikisinin yerinə türkcədə eğitim işlənir. Osmanlı eğitimində, yəni Osmanlının təlim-i tərbiyyət sistemində yüksək bir yer sahibi, yüksək yəni birisi yuxarı. Yəni məsələn vəzir idi, ya muavin idi, ya belə. Hər halda bir böyük yer sahibi demək, yəni məqam sahibi idi. Burada yer məqam anlamına gəlir. Onlar hökumətin başına geçincə, yəni bu iki paşalar, işlər pozulmağa başladı. Yəni qədimki kültürlü gələn işlər pozulmağa başladı. Görək nə cür olur. Bununla bərabər
bu toplumsal ikiliklər yalnız düşüncə etkinliklərinə özəldir. Deyir ki, bununla bərabər, yəni bununla belə, bu toplumsal dedik, ictimai, çoxlu insanlar bir yerə olanlar, ikiliklər dedim, sənəviyyət, o şey ki, bir-birinin ziddidir. İki şey ki, bir-birinin ziddidir, ona deyir ikiliklər. Yalnız təkcə, həm yalnız, həm təkcə, tənha, fəqətin yerinə işlənir. Fəqət ərəbcədir, tənha farscadır. Onların yerinə yalnız ya təkcə işlənir. Yalnız düşüncə etkinliklərinə özəldir. Deyir ki, bunlar dediyimiz bu toplumsal ikiliklər ki, saydı, dildə belədir, musiqidə belədir, ədəbiyyatda belədir, orduda belədir, siyasətdə belədir. Bunları misal verdi. Deyir ki, bunlar sadəcə düşüncə səthindədir. Və etkinliklər, dedim, əsərin türkçəsidir. Əsər, yəni təsirat, məsələn, deyək, özəldir. Yəni, zehni də fəqət təsir qoyar, düşüncədə təsir qoyar. İstir küçüldə bunu. Mənim nəzərimcə, ən böyük məsələ budur, düşüncədir. Çünki insanın rəftarı düşüncəsindən olar. Onun üçün deyirlər ki, fake it, make it. Bu, Avropalılar, Amerikalılar deyirlər ki, əgər, məsələn, bir şeydən xoşun da gəlmirsə, ki, o işə əlin getməz, fake it, yalandan elə, riya elə türküsü. O zaman ki, riya elədin, make it. Zaman içində ona adət eləyəcəksən. Bunun da rəvanşinasi bir şeyi var, əsli var. Deyir ki, hər zaman ki, siz bir yalanı özünüz bilə ki, yalandır, onu yazasınız, bir neçə dəfə oxuyandan sonra onu vaqiiyyət sanacaqsınız. Çünki bizim zehnimiz və rəftarımız və düşüncəmiz hamısı oradan geçir, sözdən geçir. Siz sözün yumuşaqlığına baxmayın ki, söz bomba atomdan ağırdır. Onun üçün mən deyərəm ki, bunu neçə dəfələr demişəm, Günas TV-də də, bizim o təlimi tərbiyə ki, mədrəsələrdə veriblər uşaqlıqdan bu günəcə, mədrəsələr yox ha, mədrəsədir, danışqahdır, radiodur, televizyondur, teatrdır, musiqidir, muzikdir, nə bilim, konsertidir, konferanslardır, seminarlardır, xəbər toplumlarıdır, nə bilim, kitab oxumaqdır, hər nə ki desəz, aşuradır, məciddir, mənbərdir, bunların hamısına qonaq gedirik, qonaq gəlirlər, nə bilim, dostlarımız var falan. Bunların hamısında o bizim beynimizdə bomb qoyulur. Və onlar bir zaman partlayacaqdır. Onu bombu qoymurlar ki, qalsın orada. Yox, onu qoyurlar ki, o partlasın və bu sözlərdir. Sözlər bombulardır ki, hər biri bizim vücudumuzda partlayır və bizi dəyişdirir, bizi paniranist və panfarsist edir. İndi dostlarımız, mən buna şustuşu məğzi deyirəm, ya beyin yıxamaq deyirəm, ya brainwashing deyirlər dünyada. Dostlarımız bunun əhəmiyyətini hala düşünməyiblər. Yəni, mən görürəm ki, insanlar bu kitablara dayanaraq, farsı kitablara, İranda yazılan kitablara dayanaraq, məsələn, bilgi iddiası edirlər. Bu, beyin yıxamağın ən böyük görünüşüdür. Hər halda, o zamanlar el işi ayaq təbəqəsinə aid sayıldığından yüksək təbəqə tekniklərin hər çeşidindən uzaq dururdu. O zamanlar, yəni o zamanlar ki, Osmanlının əvvəllərində o zamanlar el işi. Yəni, el millət adına gəlir burada. Millətin işi. Bizim el deyəndə, məsələn, deyirik el tayfa. Burada bir tədad adamdan ad geçmir. Millət kimi işlənir. El işi, yəni, məsələn, hər nə cür fikirləşirəm, görürəm ki, el millət kimi işlənibdir. Onu hala, indi də bunu hələ biraz fikirləşmək lazımdır. O zamanlar el işi
ayaq təbəqəsinə aid sayıldığından, ayaq təbəqə, baxın, insanları təbəqəyə bölür də, bu da İrandan və Hindistandan gəlmədi, təəssüflə çox da Hindistandan. Bəlkə Misridə də var imiş, bilmirəm, amma hər halda Hindistandan gəlmədi. Hindistanda hala mövcuddur. İranda üstün ört bastırsa da, ört bastır etsələr də, amma İranda təbəqə bu günləri ən böyük şeydir, ictimai bir görüşümdür. Amma üstün örtülürlər. İranda təbəqələrə görə mən danışmışam, çox bir uzun məsələdir, fikirəm, bir dana kitab yazmaq olar bu haqda. Təbəqələr, əlbəttə deyim ki, Avropa, Amerikada təbəqə mövcuddur. Yəni, bundan zahirdə təbəqə ilə mübarizə ediblər, təbəqəni aradan aparıblar. Amma təbəqə diridir və canlıdır və öz işini görür. Məsələn, baxın, siz eləyə bilməzsiniz ki, danışqahın, mədrəsənin diplomu alınca, yəni 12-ni alınca, siz eləyə bilərsiniz ki, mədrəsəyə getməyəsiniz, beşikdə ata-anaz dərs verər, siz gedib fəqət sonunda bir imtahan, 2 maddə imtahan verəcəksiniz, diplom alacaqsınız. Bir, İngilis dilini imtahan verəcəksiniz, yazma oxumanı da görəcəklər ki, yazıb oxuya bilirsiniz. Çünki ona kağız verirlər və bir də riyaziyyat imtahanı alırlar, ondan sonra sizə deyirlər ki, tamam, siz diplom aldınız. Hər sahədə əlbəttə sizə diplom, ayrı-ayrı diplom verə bilərlər. Amma danışqaha girməsəz, profesor olanmasınız. Gərək bir silsilə məratib keçinəsiniz. O profesor olmaq üçün sizə danışqahların səlahiyyət verməsi gərəkir. Profesorların səlahiyyət verməsi gəlir. Çünki profesordur ki, profesoru deyir ki, sən okey, mənim təbəqəmə girə bilərsən. Döktür olursunuz, danışqahdan qurtarandan sonra əgər döktürlərin şeyi qəbul eləməsə, mərkəzi ya o nəmənələri, siz Kanadada da o cürdür. Bunların bir mərkəzi yerləri var, imtahan alarlar. Vəkillər daha belədir. Vəkillər də danışqahdan qurtulandan sonra vəkillər içinə hər adam gedib ola bilməz. Özləri dübarə bir vikalət imtahanı alırlar. Özləri bir təlim dövrəsi qoyurlar. Yəni bizim təbəqəyə girməyin bir usulu var. Siz hətta dəmirçi də olsanız burada bir seri onun müqərrəratı var. Bilirsiniz, hər işə geçsəz bir müqərrəratı var və bunu göstərir ki, burada o sendikalar, o əncümənlər, dərnəklər filanlar o təbəqəni qorucu təbəqədirlər. Ona görə də özlərinin içində bir dadgah kimləri də var. Bunu siz İranda kamilən görürsünüz. Mollaların özlərinin dadgahları var. Ərteşin özünün dadgahı var. Baxın, bunlar elə Sasani dövrəsindən qalan daha. Təxəssüslü, yuxarı təxəssüslü döktürlərin, yuxarı təxəssüslü, yəni döktürlərin də deyək, mühəndislərin özlərinin, xüsusən saxtıman, şəhərsazi mühəndislərinin şeyləri var, özlərinin dadgahları var və özlərinin bir silsilə məratibi var kirmağa bunlara. Bunlara deyir ki, təbəqə ceyliq. İndi bunları adama bənzədir burada. Deyir ki, ayaq təbəqə, yəni ən aşağı təbəqə. Ayaq bilirsiniz, ən aşağı üzvümüzdür ki, əvvələn üstündə dururuq. Bu ayaq təbəqəni siz kiçik görməyin. Bu, Hindistanda da bunlara deyirlər, İngiliscə deyirlər, untouchables. Bunları əl vura bilməzsən. Biz bu İranda və ərəblərdə bunlara murdar təbəqə tərcümə ediblər. Çünki murdar bir şeydir ki, əlizi vurdunuz, gərək yüyəsiz. Hindistanda bir təbəqə var, İngiliscə özləri də deyirlər, elə burada da deyirlər, untouchables. Onlara siz əlizi vuranmazsınız. Vursaz gərək əllərinizi yuvasınız. Onun üçün bunlara untouchables. Amma o ayaq təbəqə, yəni o aşağı təbəqə bədəni, ictimanın hamısını o daşır. Yəni, hamı minibdir bu ayağın üstünə. Ayaq təbəqəsinə aid sayıldığından, deyir ki, bir təbəqə çox aşağı idi. Sayıldığından yüksək təbəqə tekniklərin hər çeşidindən uzaq dururdu. Pəs, elin işləri ayaq təbəqəyə aid idi. Yaxçı, çünki o cür sayılırdı da, yəni aşağı təbəqə sayılırdı, ayaq təbəqəsi sayılırdı. Görürsünüz, baxın burada əvəzin ki, deyə aşağı təbəqə ayaq işlədir. Bu da özü bir türküdə bir gözəllik bir şeydir. Mən heç bunu bilmirdim. Bunlar elmi bəhslərdir ki, mən yavaş-yavaş tanış oluram, lüğətləri ilə, sözləri ilə tanış oluram. Yüksək təbəqə, o təbəqə ki, yüksəkdir, indi deyək ki, üstdən hakimiyyətdə olan böyük başlardır, liderdir, onun ailəsidir, o təbəqə, ona bağlı olanlar. Dövlətin içində olan böyüklərdir, məsələn, bunlar gedirlər ora, olur, məsələn, ustandarlara can gəlir, hətta fərmandarlara can.
Bunlar ikinci təbəqədirlər. Üçüncü təbəqə mollalardır. Üzr istəyirəm. Əvvəl liderdir, sonra molladır. Yəni lider bağlı olanlardır, sonra molladır. Sistem din sistemidir, ondan sonra dövlət sistemidir, divan deyirlər. İranda qədim, ondan sonra gəlir ordudur. Üçüncü yerdə dördüncü yerdə ordu olur. Ondan sonra da ayaq təbəqələrdir. Nəccarlar, dəmirçilər, nə bilim, hər nə işçi vardı, onların hərəsi özünə bir təbəqə sayılırdı. Deyir ki, yüksək təbəqə, yəni onlar ki, yüksəkdədirlər, tekniklərin hər çeşidindən uzaq durmuşlar. Tekniklər, bilirsiniz, bu latin sözlərdəndir. Teknik, yəni iş. Bunlardan təxəssüslü iş əlbəttə. Hər işə iş demirlər. Məsələn, getginən su gətir. Bu iş deyil, təxəssüs deyil. Amma nəccarlıq təxəssüsdür. Maşın sürmək təxəssüsdür. Döhtürlük təxəssüsdür. Bunları misal verirəm, fəqət bu həddə hər çeşidindən, hər çeşid deyəndə, yəni hər işdən, hər cürə işdən uzaq dururdu. Yuxarı təbəqələr işləməzdilər, müdiriyyətlə məşğuldurlar əslində. Orta təbəqədəki, bilirsiniz, döhtürdür, mühəndisdə olar ki, indi məsələn burada deyirlər ki, 60 mindən yuxarı hər kəsin ildə gəliri olsa orta təbəqədir. Ondan aşağı təbəqə hesab olur. Yab aşağı təbəqədə olardılar ki, ildə 25 min dolardan az qazanırlar. Onlar da yab aşağı təbəqə olurlar ki, dövlət onlara köməklik eləməyə məcburdur. Bu səbəblə memarlıq, xəttatlıq, daş uymacılığı, cildçilik, təzhibçilik, maranqozluq, dəmirçilik, boyacılıq, qalıcılıq, çohacılıq, rəssamlıq, nəqqaşlıq kimi pratik tekniklərin yalnız bir şəkli var idi. Diqqət buyurun, işləri sayır, o çeşidli işləri saydı. Memarlıqdır, bilirik ki, şəhərsazlıq, evsazlıqla bu şəhər tikmək və yol çəkməklə ilgilidir. Xəttatlıq, bilirik ki, hünəri bir işdir, amma işdir. Daş uymaq, oymaq bilirsiniz, bizim qazmağın bir obrisi mənası da oymaqdır. Oymağa istirdim bir şey deyəm, amma bir vaxta qalmayaq. Cildçilik. Qədim kitablar yazılardı, bu cürçü deyildi. Baxın, biz bir Günas TV-də bir bərnamədə də bu kitab məsələsini, neçə bərnamədə kitab məsələsini danışdıq. Dostlarımızın bir çoxu hala bu kitab məsələsini dəqiq bilmirlər. Baxın, Çində qədim zaman təxtəni kəsirdilər, üstündə yazırdılar, sonra bunlar bir-birinə bağlırdılar. Təbii ki, bunu yandırsan yanar. Deyirlər ki, Misirdə papirus var idi, amma əcəba papirus var imişmi? Bu soru sorulmalıdır. Çünki hər halda, əgər var imiş, bu papirus biyol, bunu hər halda gərək daşla sıxıydilər, bunu xəmir eləydilər, xəmirindən sonra bunu daşla sıxıydilər, bir ağır bir şeylə sıxıydilər, bu olaydı nazik bir şey. Bunun da gücünə görə nazik olardı, yəni çox nazik olmazdı. Sonra onu kəsəydilər, sonra onların üstünü yazıydilər. Yazandan sonra bunları bir cildə qoymalıydı ki, bunu bağlayələr, dağılmaya. O cildiçilik özü bir iş idi. Özü bir ciddi iş idi. Çünki o səfələrin gədə hamısını bir-birinə tikəydilər, bağlayıydilər, cırılmayaydı. Çox belə və sonra bu cildisiliğin üstündə işlirdilər, qızılına, nə işlirdilər, qalmışdı o sifariş verənin. Təzhibçilik də ki, o təzhib işin bilənlər bilirlər, nədir bir şeydir. Maranqozluq nəccarlığa deyilir. Bizdə nəccar hala ərəbcə sözü işlənir, amma Türkiyədə bilmirəm bu maranqoz sözü türkcədir ya başqa yerdən gəlmiş, bunu bilmirəm. Dəmirçilik də ki, bilirik, İranda da ahəngərlik deyirlər, dəmirçilikdir. Boyacılıq, qədim boyacılıq böyük bir iş idi. Mən bunu bir neçə dəfə də işarə eləmişəm. Riza Palani, ya Palançı Riza iş üstə gələndən sonra kasıb bir adam idi. Gözü dünyadan doymurdu. Onun üçün əvvəlin işçi gördü, yerləri başladı almağa.
Əvvəl yap başda işçi gördüyü ziyalı dediyimiz təbəqə, roşənfikr farsça dedikləri təbəqəni qətliam elədi. Yəni özünün savadı yox idi. Savadlı insanlar bundan üstün idi. Savaddan əlavə o insanlar ki ziyalı idilər, dünya görmüşdülər, onlarla zidd idi. Bunları təqribən qətliam elədi. Hər kəs buna boyun əydi, özün bundan aşağı tutdu. Yəni savadın gətirdi bundan aşağıya. Düşüncəsini gətirdi bundan aşağıya. Onları saxladı, onları da sonra öldürdü. Yəni öz vəzirlərin, zatlarını da öldürdü sonra hamısını. Ya zindana saldı. Belə bir adam idi. İkinci işçi gördü, mal toplamağa başladı. Çünki çox kasıb idi. Əvvələn yetimliği çox pis getmişdi. Çox pis yetimlik çəkmişdi. Küçələrdə bunu o qədər döymüşdülər ki, bu bəlkə də təcavüzə qurban olmuşdu. Həm ərteşdə, çünki sonra bunun bir dayısı var güya. Dayısı aparır bunu orduya. Orduda dayısı xəyyat imiş. Aparır orduya. Orduda bu uşaqdır, ora-bura göndərirlər, işlədirlər falan. Ehtimalən o dövrdə də təcavüz olub ona. Bu sonrakı rəftarların, mən hətta bir nəfərə dedim ki, gəl bir pul da mən verim, köməklik edeyim. Siz gəlin Rıza Şahın, Freudun teoriləri üzrə Rıza Şahın Zindəginaməsini oxuyun, o bioqrafisini, həyatına görə yazılan kitabları oxuyun, hamısını. Onun üzrə bunu bir rəvanşinası təhlil edin görək bu adam nə mənədir, niyə beləsidir. Amma bilir ki, yetim idi, falan idi. Bu soralar çox əziyyət çəkmişdi, pulsuz işlətmişdilər, falan döymüşdülər, söymüşdülər. Daimən gecə-gündüz məhəllədə dav elərdi, çörəkdə oyuncan yeməzdi. Bunun üçün də işə yetişəndən sonra çox mal yığdı. Neçə min hektar Türkəmənlərin yerindən, Mazəndaranlıların, Gürcanlıların yerlərindən işğal elədi. Ha belə Azərbaycan yerlərindən, Ərəbistan torpaqlarından bunlardan çox işğal elədi, öz adına keçirdi. Və çoxlu pullar, o zamanın pulları, yəni siz deyin ki, indi 1 milyon dolar, məsələn, Rıza Şahın əvvəllərində 100 il bundan öncə məsələn 1 milyon dolar, indi məsələn bəlkə 100 milyard doların gücü var idi. Çünki siz fikir edin ki, o zaman bir tümən 1 dolarla bərabər idi. İndi siz görün ki, bir tümən 1 dolar 20 neçə min tüməndir. Yəni fəqət bunu buradan hesablayın. Yəni indi ondan sonra məsələn fikir edin ki, o zaman 10 tümənlə bir həyət alardınız, indi məsələn milyardlarla gərək bir həyət alasınız. Onun üçün deyirəm ki, bunlar çox önəmlidir, o məbləğləri diqqət eləməliyik. Rıza Şahın bu bir şey deyirdim, indi buradan çıxdı yadımdan. Hər halda Rıza Şah bu yerləri, pulları, zatları, çoxları qaçırtdı və qalsın, o zehnimdən çıxdı nə deyirdim. Biraz bu günləri dalğın görünürəm, zahirən belə gəlir. Deyir ki, qalıcılıq da həman fərşdir. Bunu deyirdim, boyacılıq. O zaman Rıza Şah boyacı sözündən gəldik. Rıza Şah dövründə bizim tamam millətlər, İranda yaşayan millətlərin hamısı tolid millət idilər. Qoyun saxlırdılar, onların yünü ilə özlərinə əyirərdilər, cəhrələri vardı, əyirərdilər və parça elərdilər. O parça ilə özlərinə hər nə lazım toxuyardılar. Və o parçaların hamısı ya fərşə lazım olan yünlərin ip elərdilər, bunları əyirərdilər və buradan bunları boyardılar. Boyanı da təbiətdən gətirərdilər. Gedərdilər gülləri, ağaçları, ağaçların qabıqlarını yığardılar, gətirərdilər. Mən bunu özüm canlı şahid idim. Uşaqlığımda bunu gördüm. Mənim öz nənəm belə boyacılıq elirdi evimizdə. Gətirərdilər, bu parçanı boyardılar, yəni bezlər hər nə olsaydı. Ondan sonra fərş iplərini rəhbərək boyardılar və ona rəhbərək fərş toxuyardılar. Bu fərşlər solmazdı. Bizim evimizdə, indi Təbrizdə bəlkə qalır, bilmirəm mən. Bizim məsələn cəbəmiz var idi. Nənəm 60 il bundan qabaq toxuyub məsələn. 55 il bundan qabaq toxuyubdu. Elə bir ki, bu gün toxunubdur. Rəngi
indi bu taza diliyle organik rəng. Organik rəngidir. O özü bir iş idi. Təbrizin özündə boyaqçılar var idi. Bir də insanlar fəqət işləri boyaqçılıq idi. Yazıqların əlləri, ayaqları, üzləri, gözləri daimən rəng içində olardı. Bilmirəm ki, bunların arvadları da bunlarla nə cür şeylərdir. Çünki həmişə qərəqər rəhli falan olurdular da. Çoxacılıq əslən bilmirəm nədir. Çoxacılıq nə olacaqdır, bu işi heç bilmirəm. Rəssamlıq, eləyə biləm axtaram Google-də, siz də elə mənə tay axtara bilərsiniz. Rəssamlıq, bu günləri ona nəqqaşi deyirlər. Hər cürə nəqqaşi, da miniatürdən tutdu, gəldi, getdi. Yəni, hər şey ki, qələminə çəkilir, ona rəssamlıq deyirlər. Nəqqaşlıq da, bu da həm ev-eşik nəqqaşlığı ola bilər, həm də ki, o rəssamlığın boyacılığı ola bilər. Bu cür kimi, yəni bu işlərə tay, kimi, yəni tay, pratik, əməli. Pratik İngiliscədən ya Latincədən gəlmədi. Pratik, yəni əməl. Əməli tekniklərin, yəni işlər, teknik dedik, işlərdir. Yalnız bir şəkli var idi. Fəqət bir şəkli var idi. Elə onu gedərdi, ustanın yanında örgəşərdi, onu da qapağa aparardı. Daha iki şəkli yox idi. Amma bugün bilirik ki, məsələn, rəssamlığın yüzlər şəkli var. Məsələn, nəqqaşlığın yüzlər şəkli var. Xəttatlıq indi aradan təqribən getmək üzərədir. Ya bəzi dəmirçilik, məsələn, cuşqarçılıq filan, bəhman. Bunlar dəmirçilik, yəni özləri indi danışqaha gərək edəsin, oxuyasan, lisans, fəal lisans alasan, bəzən döşürə alasan. Dəmirçiliğin o qədər şeyləri çoxalıbdır. O da xalq texniki idi. Deyir, bir texnik var idi hər işdə, o da xalqın texniki idi. Xalq onu təcrübə ilə örgəşmişdi, biraz inkişaf vermişdi, onu da davam edirdi. Məmulən də təcrübədən çıxmazlar. Məsələn, diqqət buyurun, bir söz sizə mən deyim burada. İranda yaşayan millətlər, o cümlədən biz türklər, dünyanın ən fəqir milləti yox. Hər cəhətdən. Həm fikri, həm düşüncə. Çünki dedim, hər şey düşüncəyə bağlıdır. Düşüncə fəqir olandan sonra sərvətdə də fəqirsiz, işdə də fəqirsiz, teknikdə də fəqirsiz, hər şeydə fəqirsiz. Bizim düşüncəmiz fəqirdir. Çox əcibə fəqirik, əcibə fəqirik. Çox dərin fəqridən zəcir çəkirik və cəlib budur, bu fəqrimizə etiraf eləməkdən qorxuruq. Şestuşi beyninin birində budur da, bizə o qədər deyiblər ki, pul əlin çirkidir, biz zahirdə puldan acığımız gəlir. Amma vaqiyyət budur ki, içəridə də acığımız gəlir. Yəni biz dövlətli, məsələn, oğrular niyə oğurlar? Filan kəs pulludur. Bizim zehnimiz fəqirdir. Nə olsun, savad nədir? Olan kitab oxuyan da filandır. Vaxtı qoyursan, gözün korurursan. Yəni gözün korlamağına hazır deyil, beynin korlamağına hazırdır. Beyin üçün müftədir, kitab pulludur. Bilirsiniz, biz çox, yəni əcibə, qəribə, fəqir bir millətik. Bu qədər fəqirik ki, bizim yeməklərimiz çeşidli yoxdur. Yəni yeməklərimizin çeşidi çox azdır. Çox azdır. Yəni baxın, bir ayrı misal verim. Kanada 167-68 ilin məmləkətidir. Türklərin fəqət Səfəvi dövləti 300 ilə yaxın dövlətdir. Qacar 200 ilə yaxın dövlətdir. Yəni, sümüklü bir millətdir Azərbaycan türkü. Ya, türklər əslən. Türklər özləri neçə min ildir. Amma diqqət buyurun, Kanadada geçən 170 ildə 5000 cürə alma ağacı əkiblər. 5000 cürə alma ağacı var. Bizim neçə cürə alma ağacımız var? Saysaz, görərsiniz ki, 20-yə çıxmır. Bu bunu göstərir ki, biz sünnəti bir millətik. Biz elmi baxamırıq, elmi hərəkət eləyəmirik, elmi yaradamırıq. Beynimiz də sünnətidir. Baxın, sünnət belə olar. Biz Rıza Şahdan bu yüzə keçmişik bir Fars sünnətinə. Bu Fars sünnətində hər şeyi bizim zehnimizə geçirdiblər Fars mənfəətinə. Yəni biz nəfəs çəkməyimiz Farslara mənfəətdir. Bu qədər panfarslıq. Bizim danışmağımız, işləməyimiz, görüşümüz, intixabata şirkət eləyək, eləməməyək, mövzecirimiz panfarsın yolundadır. Paniranismin yolundadır. Bizim zehnimiz bu qədər fəqirdir. Amma təəssüflə, çünki istəmirik deyək biz fəqirik. Axı fəqir desək gərək çalışaq ki, niyə mən fəqirəm? Gərək buradan çıxam.
Yox, özümüzü toğlamalıyıq. Yox, biz fəqir deyilik, biz əcibə millətik, qəhrəman millətik. Nə qəhrəman milləti? 100 ildir yatmışıq, adamlarımızı öldürüblər, millətimizi alıblar, vətənimizi talan ediblər, torpaqlarımızı, mədənlərimizi, mədənin türkçəsi kandır, əgər iştiba eləməsəm, kanlarımızı aparıblar, torpağımızı aparıblar. Suyumuzu aparıblar, suyumuz yox, çörəyimiz yox, kətlərimiz boş, işlərimiz aradan gedib. Tolid bir eləyən, Qacar dövründə biz tolid eləyən millət idik. Yəni biz ürətirdik. Dünyaya mal satırdıq, onun üzü ilə keçinirdik. İndi isə bizim bir şey ürətdiyimiz yoxdur. Kətlimiz buğdanı alır dövlətdən. Bu qədər fəqirləşmişik, bu qədər dilənçi bir millət olmuşuq. Bu qədər zəlil bir millət olmuşuq ki, ölməyə hazır deyilik, duraq, ya ölürük, ya yaşarıq. Bu qədər bədbəxt olmuşuq. Təhcə millət ki, İranda asimilə də olmayıbdır, bəlkə daha da gedib dalıya. Beyni yıxanıbdır, özün küllü halətdə özün yadından çıxadıbdır Azərbaycan millətidir. Türkəmənlər, Qəşqailər, Ərəblər, Bəluçlar, Lorlar, Ciləşlər, Kürdlər, Mazənilər hamısı öz tarixi kimliklərinin birazını saxlamağa gücləri olubdur. Amma biz görün nə qədər fəqir olmuşuq ki, hər nə farslar veriblər mənimsəmişuq. Fəqrin də anlamın, dinin də anlamın, dilin də anlamın, iqtisadın da anlamın, intixabatın da anlamın hamısını farslar bizə deyirlər. Bu qədər bir fəqir millət o. Yemağımız belə çeşidi yoxdur. Saysaz bir 20-30 dana yemağımız var. Niyə? Çünki biz fəqirliğa, dilənçiliğa adət eləmişik. Calibdir, bu Pəhləvi dövründən bu yüzə millətləri Qacar dövründə nəf yox idi. Çıxırdı, axirdə çıxırdı ki, Qacarlar bundan faydalanmadılar. Qacarlar millətdən gərək maliyyat alıydılar. Maliyyat aldığı üçün sizə deyirdi ki, get tolid elə, get ürət. Ürətirdin, qazanırdın, biraz da dövlətə verirdin. Amma Rza Şahdan bu yüzə nəftə dayandılar. Nəftə dayandıqları üçün gəmənə işlə, səndən də maliyyat istəmirəm. Gəmənim nökərim ol, mən səndən maliyyat istəmirəm. Sənin ondan qabaq savadı özün gedirdin, pul verirdin, örgəşirdin. İndi dövlət pul verir, örgədir. Niyə örgə? Özə etiraz edirik. Dövlət niyə mədrəsəyə şəhriyə alır? Bu qədər dilənç olmuşuq. Əlimizi uzatmışıq dövlətə, dövlət ver yiyaq. Dövlət ver, düşünək. Dövlət haqqı ver, dövlət hüquq. Dövlət sənə niyə versin? Biz bu qədər kasıb və bədbəxt bir millət. Biri də bunun tərsəsini sizə deyəndə ki, ağa filan kəs filandır, onu həmlə edirlər. Niyə? Çünki istəmir kasıblığına etiraf eləsin. Deyir, mən kasıblığımı qəbul eləsəm ki, ağa sənin kasıblığı qəbul eləyəcəksən ki, yolundan çıxasan. Bu yol sənin yolun deyil. Bu yol gedir Tehranistan'a, Farsistana. Bağışlayın, mən bir onun üçün də qeydaq söhbətlərimizin davamına kitabımızı biraz hızlı oxuyaq. O da xalq teknik idi. Xalqın arasında teknik var idi, değişməz idi, sünnəti şəkli var idi. Və biz də sünnəti bir millətik. Bizim ziyalılarımız mütəəssifanə sünnəti millətdirlər. Bizim ziyalılarımız, ustad danışqahlarımız, məmuli adamlarımız ki, onlarla işimiz yoxdur, onlar günahsızdırlar. Onlar gündə çörəklərini çıxartmağa məşğuldular. Mənim danışmağım ziyalılarlandır. Mənim hədəfim nənəm deyil, dədəm deyil. Onlar elə çörəklərini çıxasınlar, başları, əllər, ziyalılardır. Bizim ziyalılarımız dünyanın ən bədbəxt ziyalılarıdır. Ən geri qalmış ziyalılardır. Hətta milli hərəkətdə olanları belə deyirəm. Hamısını demirəm, amma içində istisnaları var. Amma kitabı oxuyur, kitabı, ağa bunu fars yazıb, bunu ingilisli yazıb, bunu fransalı yazıb, bunu rus yazıb, bunu alman yazıb. Bunlar bizim düşmənimiz idilər. Bunlar bizim imperatorlarımızı yıxanlar idilər. Bunların deyir, gəlib İranda 3 il qalıbdı, dərbara gedibdi, döhdürüb, şahı müayinə eləyibdi. O ki, tarix yazıbdı bizə. Biz bu qədər o kitabları oturmuşuq. Cəng rəvani kitabların tarix fərz edirik. Bu qədər bədbəxt bir millət o. Ki, hər kitabı görürük, bunu bir alim yazıbdır, bunu bir fransalı yazıb, bunu bir ingilisli, bəs düzdür.
Bu qədər bədbəxtlik. Bunu bir fars yazıb, bəs düzdür. Bunu filan kəs yazıb, ağa filan kəsin adı var, bu tarixdə elədir, belədir. Heç vaxt deməmişik ki, biz bir millət idik, işğala məruz qalmışıq. Hər məqtədə ki, işğal olmuşuq, işğalgər bizim tariximizi dəyişdiribdir. Özü bizə tarix yazıbdır. Hər məqtədə. Ərəblər gəliblər, ərəblər bizə tarix yazıblar. Farslar gəliblər, farslar tarix yazıblar. Ruslar gəliblər, ruslar tarix yazıblar. Çünki hər kəsən öz gözü ilə baxar, öz mənafiyi ilə yazar. Mən sizin mənfəətinizə niyə kitab yazım? Məcə dəliyəm. Mən Almanda yaşıram, Fransada yaşıram, İngilistanda yaşıram, İngilisliyəm, Almanlıyəm, Fransalıyəm, Rusluyəm, Amerikalıyəm. Niyə sənin mənfəətinə, ey Türk, ey Azərbaycanlı, niyə sənin mənfəətinə kitab yazım? Niyə səni tərif edeyim? Niyə səni küçültməyim? Farslar da budur. Fars niyə səni küçültməsin? Niyə yazmazsan? Hər halda çox fəqir bir millətuq. Təəssüflə bunları da deyəndə dostlarımızın qəbalarına dəyir. Bu dostlar dostdular. İncitməmək gərəkir, çünki hər halda bir addım götürməyə çalışırlar. Amma bunlar bilməlidirlər ki, insanların bir iddəsi onlardan tez ayılıb, dərin ayılıb. Bu tez ayılmaq, dərin ayılmaq budur ki, o sünnətdən çıxmağa çalışırlar. Demək deyil ki, sünnətdən çıxıblar ha. İranda keçən ildə bir 100 radyo, televizyon, kitab, mədrəsə, danışqah vasitəsilə, ərteş, idarə, sistem vasitəsilə, dadgah, polis, əmniyyət vasitəsilə bir sünnət yaradıblar. O sünnətdən çıxmaq özü kəpənəyin, qurdun pilədən çıxıb kəpənək olması kimidir. Biz çalışırıq ki, o qurdu dəlaq, dövrəmizdə olan o şəfirə deyirlər, şəfirə qurddur. O pilə ki var dövrəmizdə, farslar onu düzəldiblər, Avropalılar, Amerikalılar onu düzəldiblər, onu dəlaq oradan çıxaq. Siz əgər bunu dəlməyə cəsarət eləmişsiniz, çox fəqir bir insansınız. Bunlar Osmanlı mədəniyyətinə deyil, Türk kültürünə aid idi. Görürsün, mədəniyyətlə türkünü ayırdı. Deyir ki, bu işlər ki var idi millətin arasında və çox da dəyişməzdi, təcrübə ilə gedərdi qabağa, ustadan şagirdə keçərdi. Deyir, bu Osmanlı mədəniyyəti deyil. Osmanlı mədəniyyəti dedi ki, təlim, tərbiyyət iləndir, müdiriyyət iləndir və saxtadır. Yəni, qanun-qaidə iləndir. Deyir ki, bu beləsi deyil. Necə ki, qədim mətcarlar deməzlər. Məsələn, zaviyə 90 dərəcə, 90 dərəcə zaviyə, ya açı. Bunlardan danışmazlar. Təxtəni kəsərdilər, vurardılar. Bu da görərdi, nədir? Bu da elədir, elədir. Ölçəşərdi. Amma indi siz gedirsiniz bunu ölçəşərsiniz, sizə deyirlər ki, zaviyə qaimə, düz zaviyə, açı. Nə bilim, mən bunları bilmirəm. Təəssüfənə türkcəm çox zəifdir. Türk kültürünə aid idi. Türkün kültürünə, farsca fərhənginə aid idi. Aid ərəbcə sözüdür. Yəni, onun idi. Türkün kültürünün idi. Bugün Avropa bu əski sənətlərimizin ürünlərini milyonlar xarcayaraq parça-parça toplayır. Deyir, bizim o, istəyir desin ki, eləsin ki, yəni bizim bir çox mühüm bir işlər idi. Təbii ki, mühüm bir işlər idi, bizim işimiz idi. Mən buna inanıram. Hər şey ki, bizimdir, önəmlidir. O şey ki, bizimdə dünyanın ən bahalı, ən gözəli olsun, ərzişi yoxdur. Çünki mənim deyil. Mən ona baxıb həsrət yeməkdən sonra mən hissat gəlməz. Əlimdə olan dünyanın ən çirkini ola, o mənimdir. Dünyanın ən varlı bir şeyidir. Onun üçün biz özümüzün nəyimiz var, ona iftixar eləməli, ona çəkməliyik. Amma deyir ki, hər halda, deyir ki, bugün Avropalılar, yəni Avropada yaşayan Amerikanda, Avropa deyəndə olur Avropalılar, bugünkü Avropa, şərqi, qərbi, şimali Avropadan tutmuş getmiş, Rusiya və Amerika, Kanada da Avropa hesablanır. Çünki o millətlərin içindədir. Bugün Avropa bu əski sənətlərimizi, sənət dediyimiz hünərdir, incə sənət indi işlənir. Bu əski yəni köhnə, qədimi sənətlərimizin ürünlərini, məhsulların, tolidlərini elədiklərimizi milyonlarca, yəni milyonlar lirə məsələn, xarcayaraq, əlbəttə dolar, euro. Çünki bəzi şeylər görürsünüz ki, alırlar, milyonlar dolar verirlər, kitablar ya bəzi şeylər götürürlər, aparırlar. Parça-parça toplayırlar. Tikə-tikə bunları parça-parça toplurlar, aparırlar.
Parçaya da biz niyə parça demişik? O bezə, o bir şeydir ki, ondan paltarzat tikiririk. Niyə ona parça demişik? Çünki o da top olar əvvəl, onu parça-parça kəsərlər, tikə-tikə kəsərlər. Ona parça oradan demişik. Əslində bez və hərəsinin də özünün adı var. Çox cəlib adları var idi türkcə. Otmasınar, şalmoz, o qədər adları var idi ki, mən çoxunu bilmirəm. Avropanın, Amerikanın muzələri, salonları çoxlu türk əsərləri ilə dolmaqdadır. Ehtiyacı yoxdur bunları sizə ya özümə şey eləyim. Əsərləri, yəni yaratdığımız işlərlə. Avropada bu türk hayranlığına turqu-irə Fransızca deyilir, ad verilir. Deyir ki, Avropada bu türk heyranlığına, türkün bu işlərinə əlaqə var, bunlar toplular aparırlar. Əslində dünyanın hər yerindən bunlar hər şeyi toplular aparırlar ora. Onu deyir. Burada da türk heyranlığına deyir ki, Fransızca deyirlər Turqiyə. Turqiyə. Türklük ya türklük heyranlığı. Avropanın gerçək düşünür və sənətçiləri, məsələn, Lamartine, Auguste Comte, Pierre Lafayette, Mesmer, Pierre Louis, Farere kimi şəxslər türkün səmimi sənətinə alçaq gönüllü göstərisiz əxlaqına, dərin və bağnaz olmayan dindarlığına, özətlə var olanla yetinmək və qədərə boyun əyməklə bərabər sürəkli bir iyimsizlik və idealizmdən ibarət olan fəqir amma mutlu həyatına hayrandırlar. Burada da yenə özümüzü övünməyə çalışır, özümüzü bəyənməyə çalışır. Avropanın gerçək düşünür, yəni mütəfəkkirləri, gerçək, yəni vaqei, həqiqi, ərəbcədir. Sənətçiləri, yəni hünərməndiləri, ad çəkir, Lamartine'dir, filandır. Bunlar kimi şəxslər türkün səmimi sənətinə. Səmimi, yəni dostanə, dostyana, çox sadə, riyasız sənətinə, hünərinə, alçaq gönüllü göstərisiz əxlaqına. Alçaq gönüllü, yəni İranda deyirlər şəkəstə nəfsi. Alçaq gönüllü, amma bir dənə istisnası burada ki, göstərisiz əxlaqına, nümayişsiz, göstərisiz, yəni nümayiş eləməməkdən, riyakarsız. Yəni işin görür. Məsələn, mən bunu Türkiyədə gördüm, çox böyük bir işli bizlərdə yoxdur. Güney Azərbaycanda və İranda yoxdur. Hər kəsin əli ağzına yetişsə, ilinin başına 2.000 lirə izafi qalsa, bir dana çocuğu, bir uşağı mədrəsədə ya danışqahda bursiyə elir. Deyir, məsələn, sənin yemək xərci mən verəcəm, ya paltarı mən verəcəm, ya kitabı mən verəcəm. Bu qədər gönüllü və heç kəs bilmir. Cəlildir, mən bir dostumuzla tanış oldum orada, 10 dana uşaq beləsi saxlırdı. Əlbəttə, yaxçı gəliri var idi, döhdürüldü. Və bunların adlarını bilmirdi. Adlarını bilirdi, məzərsəm, amma özlərini tanımırdı. Çünki deyirdi, hətta danışqahdadılar və mən görməmişim. Bu qədər göstərisiz. Dərin və bağnaz olmayan dindarlıqxana. Dərin, bilirik, yəni əmik, farsça, ərəbcəsi əmikdir. Bağnaz, yəni müstəqil təqribən. Olmayan dindarlığı. Bağnazın bəlkə bir ayrı mənası ola, bilmirəm. Bəlkə ya bağlı olmayan dindarlığına. Məsələn, moldu, yəni, nə bilim, nəyə bağlı olmayan. Özətlə, yəni xülasə, var olana yetinmək. Var olana, burada istəyir desin ki, nə mənədir? Qənaət, qənaətin türkçəsini deyir. Var olana yetinmək. Yəni, yetmək bilirsən də, yəni, çatır, kafi. Var olana yetinmək, yəni
o şey ki əlində var, ona qənaət edir. Və qədərə boyun əymək. Bu da çox o şeylərdən ki, mütəəssifanə bunun da yazarımızın da boynuna keçibdir. Qədərə boyun əymək. O şey ki, başa gələcək, ona boyun əymək. Məsələn, taşlar iş üstə gələcəklər, biz buna boyun əyməliyik. Yox, qədər deyil. Qədəri dəyişdirərsən. Qədər bir dinçi, siyasi bir qavramdır. Dinli siyasi bir qavramdır. Bunu qoyublar ki, məğlub insanlar desinlər, qədərdir və boyun əysinlər. Qədər adda bir şey yoxdur. Qədəri sən yaradarsan. Ya boyun əyərsən, ya boyun əyməzsən. Bu sənin qədərindir. Sən boyun əyərdin, qalardın Cumhur İslaminin ayağının altında. Boyun əlməmsən, zindandasan. Boyun əyməmsən, olar qədər olar. Amma sənin qədərin nədir? Boyun əymaqdır. Boyun əymirsən, zindana gedirsən. O da qədər ola bilər, amma o sənin iradənləndir. Sən iradənlə seçirsən ki, mən boyun əymirəm. Zindanı seçirsən. Zindanı seçmirsən, sürgünü seçirsən. Seçirsən. Seçmə haqqın var. Qədərdə seçmə haqqın yoxdur. Qədərdə deyirsən, tamam, farslar işi üstə gəldilər, mənimki qutardı. Gedək rəy verək. Qədərdir. Sən bunu deyir, yox, qədər, mən verməsən, mənə filan işi verməzlər. Verməsinlər. Acından öl. Qədərə boyun əyməklə bərabər, yəni eyni zamanda ki, qədərə boyun əyir, əyməklə əyir, beləsi, sürəkli bir iyimsizlik, iyimsərlik, sürətli, dalbadal, tez-tez, bir iyimsərlik, dünən dedik, yəni yaxçı, iyimsər, yəni yaxçı düşüncəli, iyimsərlik, yəni bu adamın beyin sistemi gözəl düşünür. Və idealizmdən ibarət. İdealizm də yəni burada beynində milləti üçün, vətəni üçün gözəl fikirləri var. Əla fikirləri var. Bir millət dünyanın nə cür yaxşı milləti ola bilər? Nə cür fəqri mütləqi fikridən, fəqri mütləqi iqtisadidən, fəqri filandan çıxsın, geçsin, məsələn, dünyanın başdakı millətlərindən olsun, hətta geçsin. İdealizmdən ibarət olan fəqir mütəəssifanə, hətta bəlkə bu deyə bilirik, hətta idealizmi də fəqirdir. İdeallarında belə fəqirdir. Düşüncəsində belə fəqirdir. Xiyallarında belə hökumət qura bilmir, dövlət qura bilmir, istək qura bilmir, bunu nə cür yetişərik bu dövlətə onu düşünə bilmir. Nə cür bu dövrəmizə keçən yüzildə bu piləni ki toxuyublar, ipək pilədir, bunu qırmaq rahat deyil. Bunu qırmaq üçün gərək değişəsən içəridə. Baxın, pilənin qurdunu kim görüb bilmirəm, mən görmüşəm, yaşamışam bunu. Pilənin qurdu ağaçlarda görsəz, əvəlis deyirik. Biri əvəlis fərz edin, ağaçda qurtdur, gedir, görürsün, yarpaq yiyir. Bu o qurtdur. O qurt sonra dövrəsinə özü ya şərait. Biz ya şərait. Çünki məsələn ağzından onun su çıxır. Su ağzından çıxan kimi ipək olur. İpək də elə ipəkdir ki, adamın başını doğrur. Hər şeyin başını doğraya bilər. Yəni onu çəkib əgər ağaca bağlayasınız, barmaqlarınızla ağacı yapışıb çəkəsiniz, hər nə istəsəz kəsər. Bıçaq kimi kəsər. Qırılmaz yəni. Bu rahatlıqda yəni qırılmaz. Qırılar əlbəttə ki. Amma o heyvanın ətrafındakı şərait, yəni özünün iradəsi deyil, xarici şərait, ağzından çıxan suyu onun dövrəsində ipəyə çevirir. O ipəkdən ömür boyu çıxa bilməz. Zindana düşdü. Fanfarsismin zindanını fərz edin. Düşdük biz o fərhənginin, kültürünün, təliminin, tərbiyyətinin, sisteminin içinə. Nə olacaq? Oradan ömür boyu çıxa bilmərik. İlla bu ki, özümüzü değişdirək. Mən elə insafəli qalam, elə bu həman insafəliyəm ki, 50 ildən bundan qabaq elə insafəliyəm. Bu heç iftixar deyil. İnsan ki, dünəni ilə bu günü değişmədi, fikri, düşüncəsi değişmədi. Ağa elə mən 50 il beləyəm, kişi tüpürdüğün yaramaz. Bu kişi deyil, bu daşdır. Bu daşdır. Kişi dünəni ilə bugünü, indi mən burada bir şey oxuyuram. Əgər bu məni değişdirməsə, mən də bundan üzündən, hətta bunun
Bu da məni dəyişdirməyə. Bəli, mən bunu oxuyan, qabaqçı fikirlərimlə, düşüncələrimlə qoyam, içindən bir şey çıxadam. O zaman dəyişirəm. İndi bir millət ki, deyir, biz bir millətik ki, idealizmdən iyimsər, hər yerə yaxçı baxırıq. O, yaxçıdır, hə. Biz dünyanın ən yaxçı milləti yox, güclü milləti yox, qəhrəman milləti yox. Hani, nə qəhrəmanı? Qəhrəmanı ki, müstəmrədir torpağı, dili yox, dövləti yox. Bir milləti ki, dövləti yoxdur. O millətdən qəhrəman çıxar. Bir millət ki, bir ayrı millətin bayrağı altında, dövlətinin altında, sömürcədə yaşır, ondan şey çıxar. Ən böyük sömürcə bizim beynimizdir. Çünki bizim beynimiz sömürcə olmasaydı, biz baş əyməzdik. Ölərdik, amma baş əyməzdik. Bizim beynimiz sömürcə olurdu. Topraqlarımız nədir ki? Topraq olmaz, məsələn, olarsan Japon kimi. Olarsan Singapur kimi. Topraq deyil, daşdır, daş. Amma bu daşa dünyanın hər yerindən daşır, gətirir. Niyə? Beyni var. İdealı var. Xiyalı var. Eləyə bilir ki, özün beynində xiyal qursun. Bizdə xiyal qururlar, nədir bunun malın, çək yazaq, malın qopardaq, oğurluq eləyək, rüşvət alaq, ixtilas eləyək, filan eləyək. Amma mutlu həyatına hayrandılar. Amma deyir ki, iyimsərdir, yəni daimən gözəl fikirləşir. Hər şey, yaxçıdır. İyi baxır. Demir ki, niyə axı gözəldir? Harası gözəldir? Mən niyə Avropalı kimi yaşamıram? Mən niyə Amerikalı kimi yaşamıram? Mən niyə Kanadalı kimi yaşamıram? Niyə mənim dilim yoxdur? Niyə mənim dövlətim yoxdur? Niyə mənim vətənim müstəmrədir? Niyə mənim beynim müstəmrədir? Axı, əvvəl gərək bunu bilə ki, beynim müstəmrədir. İyimsərlik və idealizmdən ibarət olan fəqir, amma mutlu, buna şadıq. Mən türkəm. Hələ indi buna yetişmişik ki, mən türkəm. Çox mutluyam. Nə mutlu mən türküm deyənə. Hər kəs türk dedim türkəm. Amma İrancı. Dilində desin türk, amma beyin İrancı, fars, panfars. Bunu da deyəndə adamlara dəysin. Amma mutlu həyatına hayrandılar. Onlar buna deyirlər ki, bax bunlar nə kasıblıqda. Avropalıları deyir, ha. Deyir ki, hayrandılar bunların mutlu həyatına. Deyir, baxır o kasıblıqda, bədbəxtçılıqda, istemarda, müstəmrədə, Hindistanı siz bizi fərz eləyin də. O hindili, o bədbəxtçılıqda, inəyin filan yerində öpür, deyir Allahım. Mən də onu öpüm, o daha çox desin Allahım. O fəqri də nə xoşbəxtdir, nə xoşbəxtdir. Filan şey elir, gülür, dədəsidir. Allah bizi bu xoşbəxtliyi əlimizdən almasın. Xoşbəxtlik yetişib hara? Bunu xaricəlilər bizim beynimizə girdirirlər. Ha, deyirlər ki, siz mutlusunuz. Necə ki, dövlətlilər deyir ki, olan sərvət nədir? Kasıblıqda bir, kaş mən də kasıb olaydım, sizin kimi deyib gülə biləydim, yeyə biləydim. O kaşı deyincən pulu payla millətin arasında iş yarat. Görün, dövlətlilər yaradarlar, yox. Amma onu deyir ki, sənə deysin ki, sən kasıblığa, fəqirliğə, müstəmirə olmağa razı ol. Türk kültürünün ilhamı ilə düzəlmiş orijinal əsərlərdirlər. Onlar ki, alırlar, aparırlar xariciyə, onlar Türk kültürünün ilhamı ilə. Diqqət buyurun, ilham nədən gəldi? İlham Allahdan gəlmir. İlham ətrafınızdan, mühitdən gəlir. Bir şey bir yerdə görmüşsünüz bir zaman, ya eşitmişsiniz, ya oxumuşsunuz, zehninizdə qalmayıbdır, təsir buraxmayıbdır. Bir zaman bu zehninizdə bir ışıq kimi ışıldır, siz bunu ilham fərz edirsiniz. Türk kültürünün ilhamı ilə düzəlmiş orijinal əsərlər, düzəlmiş, yapılmışdır bir ayrı mənası da. Orijinal, yəni əsli doğulmuş əsərlərdir. Məsnui deyirlər, əslidirlər. Yalnız, məsələn, məsnui misal vururum deyəndə məsnui deyir. Məsələn, əl ilə cəbət oxumuşuq, fərş oxumuşuq, bir də maşın fərşi var. Bunların fərqi bəllidir. Orijinal hansısıdır? Əl işidir. Yalnız ölkəmizə görə, yalnız ölkəmiz
özgü olan bu qərib durumun nədəni nədir? Yalnız, fəqət, təhcə ölkəmizə özgü, özgünü özü parantez arasında məxsus deyibdir. Özəl, özgü, özəl olan bu qərib durum, qərib yəni əcib, əcibə, qəribə. Hətta qərib deyək ki, tanımadığımız bir şey. Qərib, deyirik ki, Fransız qürbətə gedibdir. Yəni, bir tanımadığımız yerə gedibdir. Bu tanımadığımız, bu qərib durumun, bu tanımadığımız vəziyyətin, durumun nədəni nədir? Durum, vəziyyət. Necəlik. Nədəni, səbəbi nədir? Nə mənədir? Nə üçün bu ölkədə yaşayan bu iki tip, Türk tipi ilə Osmanlı tipi bir-birinə bu qədər ziddir? Sorusu ki, nə üçün, nədən dolayı, üçünün çündür. Həman o çön farsı, farsının çünü olub türkcə üçün, ya da ki, üçün gedib olub çün. Bunları dilçilər bilər, mən bilmirəm. Nədən dolayı, nə üçün belə olar? Nədən dolayı bu ölkədə, bizim toprağımızda yaşayan bu iki tip şeydən gəlmədi, Avropalılardan gəlmədi, Türkiyədə giribdi, görürsü tip. İki tür, iki cür. Türk tipi ilə Osmanlı tipi, bu tipi dedi. Bir Türk tipi var, yəni adi millət, bir də Osmanlı tipi var, dövlət sistemi, insanları bir-birinə bu qədər ziddir. Deyir, bu nədəndir? Bu əcibə bir durumdur, qərib tanımadığımız bir durumdur. Nə üçün Türk tipinin hər şeyi gözəl, Osmanlı tipinin hər şeyi çirkindir? Bu da Osmançılıq, diqqət buyurun, mən burada yazarımıza bir tənqid edeyim. Burada bir hayranlıq var yeni Türkçülüyə, yəni Atatürk dövrünə. Əcib bir heyranlıq var bu adamda, bunu bilirik. Bunun üçün hər nə ki Osmanlı dövründə də onu pis bilir. Çünki onu vurmaq məcburiyyətindədir. Çünki bir iddələr deyirlər, hətta bu tiplər, bunlar ki məşrutə inqilabı başladılar, devrimi başladılar Osmanlı dövründə, o tiplər ki İranda da, yəni Qacar məmaliki məhrusəsində də məşrutəçilər aynı hərəkəti başladılar. Aynı hərəkət, aynı yolla, aynı nəxşi ilə. Sonunda eləyə bildilər ki, Qacar hökumətin və orada da o imperatorluğu haladan apararlar. Yerinə ayrı imperatorluq. Xoşbəxtliklə bu insanlar Türkiyədə Atatürk eləyə bildilər ki, Türk hakimiyyətindən, toprağından bir şey saxlayarlar. Amma biz mütəəssifanə İranda hər şeyi əldən verdik və çox da sevindik və sevinirik hala. İranlılıq, İran türkləri deyə də bir əlaqəmiz var. Deyir ki, onun üçün deyir ki, hər nə ki Osmanlı tipinə hər şey çirkindir. Niyə deyir, hər nə ki Osmanlı tipinin aiddir, o şeylər niyə çirkindir? Çünki, məsələn, bu adam deyir ki, Osmanlı musiqisi notunandır. Bizim musiqimiz notunan deyil. Deminədir. Bu dem sözü çox cəlibdir. Bizim millətimiz dem millətdir. Dem bilirsiniz nədir? Dem oradır ki, bir toxumu səpərlər ora. Allahın amanına ötürərlər, yağış gəlsə bitər, yağış gəlməsə bitməz. Buna deyərlər dem. Bunun yanında bir dair yer var. Onlara bayir də deyirlər eyni halda. Bayir farsçalarındadır. Bayir yəni çöl. Çöl ki, susuzdur, sahibsizdir əslində. Dair nədir? Odur ki, onun bir sahabı var. Zorla dünyanın hər yerindən savaşa ora su gətirə. Oranı abad eləyə. Buna da dair deyilir. İndi bayırla dairın fərqini bildik. Dair da fars sözü deyil, bayır da fars sözü deyil. İkisi də türk sözüdür. Mənə belə gəlir. Türkçülər bunu daha yaxşı bilərlər. Lüğətçilər, dilçilər. Onlar, yəni iradımız da olsa, onlar lütf edərlər, bunu bizə düşündürərlər. İndi bizim millətimiz bayır bir millətdir. Azərbaycanlar. Özləri toxum səpib bu yeri, bu məmləkəti, bu fikri, bu düşüncəni, bu beyinləri ki, Allah bunlara nənələr doğur, Allah verir nənələr doğur deyək ya, nənələr doğur bunları, bu beyinlərə toxum səpirik. Bayırda ötürürük ora.
Fars toxum səpir, bizim beynimiz fars bitirəcək. İndi bir yol gəlindiyin ki, filan kəs yox, çünki Səttarxan elədi, Baqirxan belədi, filan kəs belədi, İnsaf Əli belədi, filan kəs belədi. Yox, ağa. Bunların iradələrindən xaricdir. Bunların beyninə səpilən toxum sənin əlindən səpilməyibdir, türkçülüqlə səpilməyibdir, Azərbaycançılıqla səpilməyibdir, millətçılıqla, Azərbaycan ya türk millətçiliyi ilə səpilməyibdir, Fars millətçiliyi ilə, Fars mənafəyi ilə, İrançılıqla səpilibdir. Və sizin beyninizdən arpa əkilsə, qarğıdalı biçənməzsiniz, arpa əkilsə, alma biçənməzsiniz, arpa əkilsə, ərik kəsənməzsə. Sənin burada tikan bitibsə, tikan çıxacaq. Qutuldu, getdi. Və Fars sistemi bizə tikandır, beynimizdə əkilibdir. Biz onun üçündür, dəqiqən baxın, Qacarlar bu günləri dünyanın İran kitablarında, İranlılar yazan kitabda, elmi kitablarında hər Qacar sözünün dibində mütləqa mənfi bir sifət var. Mütləqa mənfi sifət var. Çünki Qacarları əzmaq gərəkirmiş. Biz də kitablarımızı yazanların hamısı bunları işlədiblər. Bizim hətta bir dostumuz vardı, mən çox iradətli bir dostumuz, tarixçi bir dostumuz. Görürsən ki, Qacara görə yazımda yazır ki, məsələn, Əyyaş. Hər nə mənə, o qədər sifətlər yazırlar ki, bu sifətlərin hərəsi bir dünya məna dolandırır, düşüncə dolandırır. Biri də insanları bu sistemdən, bu insanlardan uzaqladır və bu insan kimdir? Türk insanıdır. Çünki Osmanlı tipi Türk kültürünə və həyatına zərərli olan imperializm alanına atıldı. Çünki diqqət buyurun, görün bu adam nə cür görür ha. Mən bunun kitabını oxuram, örgəşməyə çalışıram ki, örgəşirəm, amma diqqət buyurun, bunu nəqd eləmək də gərəkir. Bu müqəddəs adam deyil bizim üçün. Heç kəs bizim üçün müqəddəs, Həzrət Məhəmməd müqəddəs olmayan yerdə bizə heç kəs müqəddəs deyil. Çünki Osmanlı tipi Türk kültürünə və həyatına, həyat yaşam zərərli olan imperializm alanına, imperializm ərsə, meydan, coğrafiyasına atıldı. Atıldı, yəni hop buldu, girdi ora. İmperializmi pis görür. İmperializmin nəyi pisdir? Marksizmdən gələn bir şeydir. Amerika bugün dünyanın imperializmidir. Bugün İngilistən dünyanın imperializmidir. Fransa imperializmidir. Rusiya imperializmidir. Hamı imperializmidir. Onlara yaxşıdır, bizə yetişən də pisdir. Çünki bu bizimkidir. Biz gərək bunu sındıraq. Niyə? Çünki biz Fransəllərin, Almanların fikrin, toxumun beynimizdə bitirmişik. Biz onların kitablarını düz bilirik. Onların təbliğatının, zəncirəvanisinin qurbanisi yox. Bizim beynimiz onların kitabları ilə doludur. Onlara həqiqət bilirik, öz yazdıqlarımızı yalan. Döşkür falan ki, Zehdavi kitab yazıb, yalandı baba, iqraq eləyibdi. Amma bir dənə Fransəli yazıbdı, o düz yazıbdı. 2 ay gəlib bu məmləkətdə qalıbdı. 2 il qalıbdı. Amma Profesör Zehdavi ya falan kəs 50 il, 60 il, 70 il bu torpaqda yaşayıbdı, intiqadi baxıbdı, o doğru deyil. Niyə? Çünki bizim dostlarımız elmi düşünürlər. Elmi düşüncə nədir? Deyir ki, sən əgər bir iddian var tarixə görə, ya bir şeyə görə, onun mədrəkini verəcəksən, kitabını göstərəcəksən. Demir ki, o kitab düz yazıb ya yalan yazıb. Deyir, sən kitaba istinad elə. Onun üçün bizim dostlarımız kitablara istinad edirlər, düz yazırlar. Elmi cəhətdən düz yazırlar. Silsilə-i elmi düzdür. Amma mənbə qələt, nəticə qələt. Mənbə yalan, yazan yalancı, siz yalancının kitabına istinad edirsiniz, tarix yazırsınız, yalancı çıxar. Hər nəyi, hədis kitabı yazırsınız, gedərsən Bəharul-Ənvara istinad edirsən, yalan çıxar. Kozmopolit oldu. Kozmopolit dedik ki, cahan vətəni. Bunun şey olur ha, buna Nayrahan da olur adam. Dünya bundan geçinir, bizimki özümüz gəlində, ağa diktatori demokrasi. Ağa bir millətin diktator hakimiyyəti, hökuməti olmağı 1000 il, bir gün müstəmirə olmaqdan yaxçıdır. Sınıf çıxarını, imperatorluğu
sınıf çıxarını imperatorluğu genişlədikcə yüzlərcə milləti əcəmənliği altına aldıqca yönətilənləri ayrı iki sınıf halına gətirdilər. Deyir ki, sınıf çıxarı, yəni işinin xatirinə, məsələn, ordu mənsubudur, o onun mənafeyini qorur. O birisi vəzirdir, vəzir mənafeyini qorur. Hər kəsin öz sınıfı, işində olduğu mənafeyini qorur. Onun üçün deyir ki, sınıf çıxarını, yəni mənfəətlərini, çıxar olur mənfəət. Türkçəsidir. Mənfəət ərəbcədir, türkçəsi çıxar. Ona görə milli çıxar deyə bilərik. Milli çıxar. Sınıf çıxarını imperatorluğu genişlədikcə, yəni Osmanlının imperatorluğu toprakları genişlədikcə Avropaya getdi, Asiyanın yarısını aldı, təqribən yarısını aldı. Asiyanın şimalına can getdi, Rusiyaya can getdi, Rusiyanın da bir çoxun yerini aldı. Ərz eləyim xidmətinizə, Afrikanı aldı, Avropanın yarısını aldı. Belə bir şey sınıf çıxarını imperatorluğu genişlədikcə, yəni farsədə göstərditər, yayıldıqca, genişlənmək yayıldıqca, yüzlərcə milləti əcəmənliği altına aldıqca, yüzlərcə milləti, diqqət buyurun, əcəmənliği, zoru, qudrəti, müdiriyyəti, əcəmən müdiriyyət olur hətta, bu hegemoni deyirlər indi, hegemoni, gücü, qudrəti altına aldıqca, yəni üzdən aldıqca, yönətənlərlə yönetilənlər ayrı iki sınıf halına girirdilər. Deyir ki, yönətənlər, müdirlər və yönetilənlər, yəni onlar ki, müdiriyyət olurlar, ayrı-ayrı iki sinfə bölündülər. Bir müdirlər, bir hökumətçilər, bir də məhkumlar. Hakimlər, məhkumlar, beləsi deyək. Ərəbcədir. Yönətənlər, yönetilənlər, müdirlər və müdiriyyət olanlar. Yönətən bütün kozmopolitlər Osmanlı sınıfını, yönetilən türklər də türk sınıfını vücuda gətirdilər. Deyir ki, iki sınıfı gəldi ortaya. Bir yönətənlər var idi, Osmanlı müdürləri var idi, hakim, siyasətlə mədarları var idi, müdürləri var idi. Deyir, bunlar yönətən bütün kozmopolitlər Osmanlı sınıfını. Deyir ki, onlar ki, bu kozmopolitən, bu dünya üzərə, cəhani, dünya üzərə o hakimiyyətin müdürləri, yönətənləri, müdürləri Osmanlı sınıfını vücuda gətirdilər. Osmanlı sınıf elədi burada, yəni təbəqəsi. Yönetilən türklər də, o türklər də ki, idarə müdürlərin əli altındaydilər, onlar da türk sınıfını vücuda gətirdilər. Onlar da türk millətin vücuda gətirdilər. Diqqət buyursunuz, burada o birisi millətlər aradan çıxdı, ha, beləsi gətirdi. Türkü hər halda danışdığı üçün deyir ki, türklərin içində iki yerə böldülər. Bir yönətənlər, idarə sistem, yəni bir də yönetilənlər, yəni o idarə olunan insanlar. Yönətən bütün kozmopolitlər Osmanlı sınıfı, o tamam, onu oradan oxuduq. Bu iki sınıf bir-birini sevməzdi. Tamam. Osmanlı sınıfı özünü hakim millət biçimində görür. Osmanlı sınıfı, yəni onlar ki, Osmanlı tanınırlar, Osmanlı dövlətinin işçiləri özünü hakim millət biçimində görür. Biçimində, yəni şəklində, növündə, halında, vəzində, durumunda. Yönətdiyi türklərə məhkum millət gözü ilə baxardı. Yönətdiyi türklərə, tək yönət yox idi hamısı. Bunlara məhkum, özü hakim, məhkum millət gözü ilə. Yəni hətta türklərə də məhkum millət gözü ilə, təəssüflə bu doğru sözdür. Hətta Qacarlar da son zamanlarda belə baxıblar türklərə, fars dili üstə gəlibdir. Gözü ilə baxardı. Osmanlı sürəkli türkə eşkək türk deyərdi. Deyir ki, mütəəssifanə bunu bilirsiniz, İranda da deyilir. Deyir, Osmanlı hakimlər, o təbəqə, adi millətə, türk millətinə eşkək türk deyərdi. Əlbəttə, bunu mütərcim yazırdı. O yazmıydı. Çünki o, bu parantez arasında yazma eşkək. O deyir ki, sürəkli türkə deyərdi. Nə deyərdi? Onu bu eşkək deyərdi, yazıbdı. Çünki İranda bunu deyilirdi. O da onu deyir orada. Yəni mütərcim, Azərel,
bunu özü yazıbdır. Nəzərə gələn. Bəlkə də mən səhv edirəm, amma parantez arasında qoyduğu üçün deyək ki, orada bir söz işlədibdir. Onun mənası bizim Güney Azərbaycanda nə anlanan onu yazılıbdır. Mümkün Osmanlılar bir ayrı söz deyirlər. O bizim eşitmədiyimiz söz, adət eləmədiyimiz, tanımadığımız söz olduğu üçün o ona muadil olaraq İranda hansısa işlənib türklərin əleyhinə onu yazıbdır. Deyibdir ki, sürəkli türkə eşşək türk deyərdilər. Bu eşşək türkü parantez arasında yazıbdır. Bəllidir ki, Osmanlıda bir ayrı bir söz deyirlər, amma orada da hiqarətamiz, hiqari, aşağı edici, əskişləmə bir söz işlənir. Türk köylülərinə rəsmi bir kişi gəldici zaman Osmanlı gəlir deyə hər kəs qaçardı. Deyir ki, Türk köylərinə, Türk kətlərinə rəsmi bir kişi gəldici zaman, o zaman ki, dövlət tərəfindən bir rəsmi adam gəlirdi, yəni dövlət adamı gəlirdi. Rəsmi kişi, yəni dövlət adamı, dövlət şəxsiyyəti gəldici zaman o çağçı gəlir, bir adam gəlir, Osmanlı gəlir deyə hər kəs qaçardı. Osmanlı gəlir, qaçardı. Bizdə də İranda deyərlər, əmniyə gəlir məsələn. Hamı qaçardı. Türklər arasında qızılbaşlığın meydana çıxışı belə bu ayrılıqla açıqlana bilir. Deyir ki, niyə türklər arasında qızılbaşlar çıxıbdır? Qızılbaşlar bilir ki, Azərbaycanlı türklərdən danışılır burada, Səfəvi türklərdən. Türklər arasında qızılbaşlığın meydana çıxışı belə, çıxmaq, meydana gəlmək, yəni tapılması, ərsəyi vücuda gəlib ərsəyi əndam eləməsi, bu ayrılıqla açıqlana bilir. Deyir, bu ayrılıqla açıqlana bilir ki, türklərə Osmanlılar pis baxdılar. Normalda buradan da bir qızılbaşlar çıxdılar və Səfəvi dövlətini yaratdılar. Çox sizə təşəkkür edirəm. Sağ olun, var olun. 32-ci səhifəni də oxuduq. 30-cu səhifəmiz qalsın. Gələn dəfə ki, Şah İsmailə görə danışacaqdı və Səfəvilərə, çünki qızılbaşlara keçdi. Sizin hamınıza təşəkkür edirəm. Umaram ki, beynimizi istemardan çıxadıq. Çünki vətəni istemardan çıxartmaq dedim. Hətta tamam kanlarımızı, mədənlərimizi aparsalar da, beynimiz ən böyük mədən beynimizdir. Bizim beynimiz müstəmirə olandan sonra ki, olubdur. Hamımız müstəmir. Yox, baxın, bir nəfər iddia eləsə ki, mənim beynim müstəmirə deyil, mən onu sabit edirəm nəzr müstəmirədir. Beynimizi istemardan qurtarandan sonra ki, bu gərək dönüşək. Biz İran insanlığından çıxmalı, yeni bir kəpənəyə çevirməliyik özümüzü. Sağ olun, sağ qalın. Görüşmək üzrə.